Sonra ən sonuncu sual 25-ci sual. 240 ədədinə hansı ən kiçik ədədi çıxdıqda alınan ədəd həm 12-yə, həm də 18-ə bölünür. Deməli, əkob tapırıq 12-yə, 12 və 18-ə. Bunun əkobu nə olar? Ortaq vuruq kimi 6-nı çıxartsam, əkob 2, 3. İndi 2 ilə 3 qarşılıqlı sadə ədədlər olduğuna görə onların əkobu ədədlərin hasili olacaq. Yəni 6 vur 2, vur 2, vur 3. Eləyəcək 36. İndi biz 36-nı tapdıq. İndi 240 ədədindən hansı ən kiçik ədədi çıxacaq deyək də. Ən kiçik ədədi çıxmaq üçün də biz 36 misillərini tapmalıyıq. Amma elə bir misilini tapmalıyıq ki, 240-ı keçməsin. 240-dan biraz aşağı olan misli. 36-nı mən 6-ya vursam eləyəcək 216. 7-yə vursam 240-ı keçəcək bu. Ona görə yazıram 240 çıxılsın bir y. Hansı ədədi çıxsaq deyir də. Yəni 216 qalar. Bunu demək istəyir bizə. Bu da y-də bərabərdir 240 çıxılsın 216, o da bərabərdir 24. Deməli cavab 24 olacaq. 24 ədədin çıxanda həmin ədəd 36-ya qalıqsız bölünəcək.